Salam dəyərli şagirdlər. Gəlin belə bir sual nümunəsinə baxaq. Bu tipli sual nümunələrini həll etmək üçün ilk öncə bizə verilən 18 üstü n ədədini biz 2 və 3 əsaslı bir hədələrin hasili şəklində göstərməliyik. Və bunun üçün biz 18-i necə yaza bilərik? 18-i yaza bilərik 2 vurulsun 9-un hasili şəklində n-ci dərəcədən qüvvəti. Məxrəci isə olduğu kimi saxlayırıq. 2-nin üstündə n çıxılsın 2 vurulsun 3-ün üstündə 2n üstə gəlinsin 2. Və biz bilirik ki, hasilin qüvvəti vuruqların qüvvətləri hasilinə bərabərdir. Buna görə də sürətdə yaza bilərik. 2-nin üstündə n vurulsun və 9-u da 3-ün kvadratı şəklində göstərə bilərik. 3-ün kvadratının n-ci dərəcədən qüvvəti eləyəcək 3-ün üstündə 2n. Məxrəc yenə olduğu kimi qalır. 2-nin üstündə n çıxılsın 2 vurulsun 3-ün üstündə 2n üstə gəlinsin 2 bərabərdir. Artıq biz eyni əsaslı bir hədələr şəklində göstərə bildik. Yəni bunu 2 və 3 əsaslı bir hədələr şəklində göstərə bildik. İndi isə burada bilirik ki, kəsr xətti bölmə əməlini ifadə edir və bilirik ki, əsaslar eyni olduqda biz həmin bir hədələri böldükdə qüvvətlər çıxılır. 2 üstü n-dən çıxaram n çıxılsın 2-ni, çünki 2 üstü n-i bölürəm 2 üstü n çıxılsın 2-yə. Vurulsun 3-ün üstündə 2n-i böldüyüm üçün 3-ün üstündə 2n plus 2-yə, bu zamanda 3-ün üstündə 2n-dən çıxacam 2n üstə gəlinsin 2-ni. Bərabərdir. Və birinci halda uşaqlar bizim üçün qalır 2-nin üstündə. Bilirik ki, mötərizə qarşısındakı mənfi mötərizənin içinə hər zaman təsir edir. Olacaq 2-nin üstündə n çıxılsın n üstə gəlinsin 2 vurulsun 3-ün üstündə yenə mötərizə qarşısında mənfi olduğuna görə mötərizə içinə təsir eləyəcək. Çıxılsın 2n çıxılsın 2. Və burada uşaqlar bizim üçün birinci halda qalacaq 2-nin üstündə n-lər bir-biri ilə islah olur. Müsbət n, mənfi n getdi. Qalır 2-nin kvadratı vurulsun. Burada da 2n-lər bir-biri ilə islah olunub gedir və qalır sizin üçün 3-ün üstündə mənfi 2. 2-nin kvadratı 4 eləyəcək, 4 vurulsun və bilirik ki, əgər ədədin üstündəki qüvvət mənfi olarsa, biz onu 1 bölünsün 3-ün kvadratı şəklində yazırıq. Qüvvət mənfi olduqda həmin ədədin üstündəki qüvvət məxrəcə düşəcək və bu da olacaq 9-da 4. Ümid edirəm ki, dəyərli şagirdlər, bu misal nümunəsi sizə aydın oldu. Əgər sizə qalan məqamları varsa, şərh bölümündə yazıb suallarınızı verə bilərsiniz.